Əziz dostlar, hamınızı bu gözəl gündə xoş gördük. Və bir gün biz Qərbi Azərbaycan icmasının inzibati binasında ənənəvi olaraq keçirilən kitab təqdimatlarını davamlı həyata keçirəcəyik. Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev bu binada olarkən öz ailəmlə ad gününü keçirilərək deyərək konseptual fikirlər səsləndirmişdi ki, qarşıda bizi hansı məsələlər gözləyir, biz nələri etməliyik. Bu konseptual çıxışlar, bu istiqamətlər çox genişdir. Onlardan mən biri üzərində dayanacağım ki, millətin tarixi yaddaşı, böyüyən uşaqlarımızın tarixi yaddaşı. Belə bir fikir səsləndirdi ki, biz Qarabağa qayıtdıq. Bizi Qarabağa qayıtaran hər şeydən əvvəl bizim tarixi yaddaşımız idi. Tarixi yaddaş formalaşdıran tarixdir, mədəniyyətdir, elmdir, təhsildir, aparılan tədqiqatların birbaşa nəticəsidir. Və bu baxımdan hər bir millət öz tarixini öyrənməlidir, keçmişini öyrənməlidir, hardan gəlib, haraya getməyini öyrənməlidir. Çünki tarix yalnız dünən deyil, tarix həm də dünənlə bugün arasında mənəvi bir körpüdür. Bugünlə sabaha açılan bir yoldur. Əgər sən gələcəkdə daha yaxşı işlər görmək istəyirsənsə, gələcəkdə səhvlərə yol vermək istəmirsənsə, bunda sən tarixini öyrənməlisən, tarixindən dərs almalısan. Çünki tarix bu mənada bir güzgüdür. Ona görə alimlər deyir ki, hər bir millət gələcəyə öz tarixini çiynində gedir. Tarixdə hansı millətin ki, tarixi qədimdir, min illərə söykənir, min illərə dayanır, onların təkcə bugünkü uğurları deyil, həm də keçmiş uğurlardan qaynaqlanan uğurlardır. Türk tarixinə baxıb, Türklər yarandığı gündən, tarix səhnəsindən çıxdığı gündən bu günə qədər heç bir dövlətin əsarətində olmuyorlar. Böyle xanlıqlar, xaqanlıqlar, imperatorluqlar olurlar. İngilislər də elə. Çünki bunlar qədim xalqlardır, qədim tarixləri var və biz də çalışmalıyıq ki, böyüyən nəsli bu tarix üzərində tərbiyə edir. Bilirsiniz ki, tarix elə gətirib ki, Azərbaycanın indiki siyasi xəritəsindən, hüquqi coğrafi xəritəsindən kənarda bizim böyük torpaqlarımız qalıb. Bax, deyək, Təbriz İrəvandan ayrı düşüb, İrəvan Təbrizdən ayrı düşüb, İrəvan Dərbənddən ayrı düşüb, Bakı onların üçündən də ayrı düşüb. Bizim məqsədimiz bugün onlara getmək, onları özümüzünkiləşdirmək deyil. Sadəcə gənclərin yaddaşında, böyüyən nəslin yaddaşında bu itirilmiş tarixi coğrafiyasını cızmaqdır ki, sənin babaların hansı tarixi mülkə, hansı əraziyə sahib olub və bugün hardayıq, biz o torpaqları nəyə görə itirmişik? Biz əgər bugünkü günümüzü, bugünkü tariximizi yaxşı oxumasaq, onun qiymətini bilməsək, dəyərini bilməsək, bu kataklizmlər dövründə, bu münaqişələr dövründə bizim başımıza başqa bəlalar gəlir. Çünki tarix bu mənada ən yaxşı bir müəllimdir. Müəllim, burada oturanların böyük ekseriyyəti müəllimdir, ali təhsil görmüş insanlardır. Müəllimlər bəzən sərt olurlar, bəzən qışqırırlar, bəzən tələbənin, şagirdin qiymətini aşağısı, sərtlik göstərirlər. La bu kətdə bir şillə vuran da var idi. Amma bütün hallarda müəllimlər humanistdirlər. Son anda yenə humanist var, bir əlinlə onun başını sığalayacaq. Amma tarix belə deyil. Tarix çox sərtdir, amansızdır və tarixin sözünə bax, məni öldürür. Onda bağışlama yox. Bizə fakt deyəcəm. 1918-20-ci ildə Bakı qırğınları zamanı bu şəhidləri indiki Fəxri Xiyabanda dəfn elədi, Şəhidlər Xiyabanda dəfn elədilər və orada da Türklər bir məscid tikməli idi. Hadisələr dəyişdi, bolşeviklər gəldi, bunu etmək mümkün olmadı. Bizim o tariximizin o səhifəsini biz unutduq. Tariximizin o səhifəsini biz oxumadıq, əzbərləmədik, bilmədik, unutduq, yardımımızdan çıxartdı. Elədir.
90-cı ildə tarix həmin hadisəni yanvarın 19-dan 20-sinə keçən gecə bizim başımıza gətirdi həmən səhifəni. Dedi, sən tarixinin bu səhifəsini yaxşı oxumamısan. Zəhmət ki, bu səhifəni təzdən oxu, bu səhifəni təzdən yaşa, bunu təzdən oxu və yadında saxla. Əgər yadında saxlamasa, bir də sənin başına gətirə bilər. Ona görə də bu mənada yazılan əsərlər, tarix əsərlər bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Tarix, yenə deyirəm, tarix üçün deyil, tarix bugün üçündür və gələcəyimiz üçün, gələcək perspektivləri müəyyənləşdirmək üçündür. Bugün bu zalda xeyli kitablar təqdimatı keçirilib. Bir-birindən gözəl, bir-birindən mənalı, qərbi Azərbaycanla bağlı kitablardan danışılır, təqdimatları keçirilib. Bu da təbii ki, onlarla biri deyərəm, biri demərəm, kimsə mənə narazı qalar. Bugün o kitab silsiləsindən biz Əsəd müəllimin, Əsəd Qurbanlının kitabının müzakirəsinə toplaşmışıq. Daha doğrusu təqdimatına gəlmişik. Bilirsiniz ki, bu ermənilər, bu bizim coğrafiyaya gələndən sonra həmişə bizə bəla yaradılar. Bizim bütün faciələrimizin əsasında Türkmənçay müqaviləsi dayanır, Gürcistan müqaviləsi dayanır, Türkmənçay müqaviləsi, bir də Kürəkçay, Gürcistan və Türkmənçay müqavilələri dayanır. Biz onu kitablarda sülh müqavilələri kimi deyirik. Onlar sülh müqaviləsi deyil. Onlar bizim bu millətin, Türk millətinin tarixi faciəsinin əsasını qoyan müqavilələrdir. Milləti parçalayan, dağıdan, genofondunu məhv edən ermənilərin buraya köçürülməsi də 1957-ci ildə, 18-20-ci ildə, 47-53-cü illərdə, 87-91-ci illərdə başımıza gətirən bütün hadisələr oradan qaynaqlanır. Əgər onlar bu coğrafiyada olmasaydılar, təbii ki, bu hadisələr bizim başımıza gəlməyəcək. Ermənilər 18-20-ci ildə çox böyük qırğınlar törətdilər, bu tarixdə var, yazılır, burada sorular hamısı bunu bilir. Amma sonra Bolşeviklər hakimiyyətə gələndən sonra Azərbaycanla və 100 minə qədər Azərbaycanlı qayıtdı öz torpağına, təsərrüfatı bərpa elədilər və s. Çünki Bolşeviklər milli məsələləri deyirlər, biz həll edəcək və müəyyən mənada da həll etməyə nail oldular. Amma bunlar nə etdilər? Onlar çox üsulluca, çox ince üsullarla Azərbaycanlıları oradan təmizləməyə başladılar. Sən kolxoz quruluşunu istəmirsən, bir nə qədərini belə həbs elədilər, göndərdilər. Sən yeni iqtisadi siyasətin əleyhinəsən. Bir hissəsi belə getdi. Bir hissəsi gəldi, repressiya dövrünə təsadüf elədi ki, görkəmli ziyalılar ki, onlar iştirak edirdilər idarə etmə sistemində. Onlar da Balafəndiyev kimi insanlar, onlar da həmən repressiyanın qurbanlarına çevrildilər. Oradan əlləri tutardı, gəldi müharibə dövrünə. Müharibə dövründə Ermənistanda hərbi gedən insanların planını Azərbaycanın hesabına doldurdular. Çin-Kənd Orta Məktəbinin məktəbin direktoru qarşı bütün müəllimlər bir gündə müharibə göndərdilər. Nə deyilsin, müharibədə getməlisən. Hökumət, dövlət çağırır, ana vətən çağırır. Və nə edədilər? Yerinə. Bu bütün kəndlərdə olur, təkcə bütün kəndlər. Yerinə. Mənim dövrümdə tütüncü və sağıncı işləyən qadınları aparıb rayonunda bir aylıq kurs keçirib, əlbür getmişlər. Gəlib kənddə müharibə döndü, müəllim işləyirlər. Biz böyük olanda deyirlər, bunlar bizim müəllim olur. Hansı onlar tütüncüydülər. Yəni, bunlar əlifbadan başqa bir şey verirlər. Sovet məktəbini bağlaya bilmirdilər. Sovet məktəb işləyirdi. Amma oraya kompetensiyası olmayan müəllim gətirmişdi ki, ona görə də bizim tərəflərdə orta məktəb yalnız 68-69-cu ildə yarandı. Çünki bütün o ziyalılar məhv edildi. Hamısı ki, həm Qazaq pedagojik məktəbini tutarmışlar, İrəvan pedagojik məktəbini tutarmışlar. Çox güclü bir ziyalı var. 30-cu ildə 7-lik, Bakıda 5-10 tane 7-lik məktəb var idi. Onda kətdə, deyək ki, Basırkeçər rayonunun ən ucqar kəndi idi Çin-Kəndi. 7-lik məktəb var idi və böyük bir inkişaf ki, onu qabağına aldılar. Və sonra da başladılar ki, Stalin ki, bu müharibə dövründə bizi köçürmək istəyirlər də, onu bilir, burada tarihçilər və kurum yoldaşlar bilirlər. O köçürmə baş vermədi. Mircəvar Bağırovun fəaliyyətində həm Azərbaycanlar, həm Qərbi Azərbaycanlar burada qeyd edilmək olar. Köçürmə baş vermədi. Köçürmədən sonra nə dedilər? Bəs indi xaricdə xeyli ermənilər var. Onlar gəlmək istəyirlər Ermənistana, bizim də yerimiz yoxdur. Buradakı Azərbaycanlar, köçürdə Azərbaycan ərazisinə, Kür Anadolu, orada böyük təsərrüfatla falanla məşğul olsunlar. İstəyirəmirik ki, onlara şərait yaradır. Onlar da gəlsinlər, burada bir tər daşın qumun üstünü üzərində şərait yaradır. Və bununla
Və bu, Stalinlə bu sənədə qol çəkdirdilər. Bu da bizim böyük deportasiyanın əsası ilə biri orada qoydu ki, 47-dən 53-cü ilə qədər bu dava bilər. Yaxşı ki, Stalin tez öldü, onu axıra çatdıra bilmədilər. Və bu kitab belə məhz ona həsr olunur. Mən bu kitabı günlər aldım və vərəqlədim. Çox belə, belə deyim ki, elə bir arxiv yox ki, bununla bağlı Azərbaycan arxivi. Müəllif o arxivlərdə olmasın, o sənətlərə baxmasın, həmən sənətləri təhlil eləməsin. Bu kitab, indi Qərbi Azərbaycanla bağlı çoxu kitablar yazılır, çoxu publisistikadır, əksəriyyəti publisistikadır. Yəni, mən də yazdım, mənim də kitabım olsun. Bu kitab tarixin metodologiya əsasında yazılmış kitabdır. Tarixin, təhlilin metodoloji prinsipləri var. Mesela dünya tarix elminin belə qaydası var. Həmin prinsiplər əsasında bu kitab yazılır, fakt və hadisələrə o cür münasibət bildirilir. Yəni, müəllifin üstünlüyündən ibarətdir ki, irəli sürdüyü bütün fikirləri zamanın kontekstində dəyərləndirir. Bugünə gətirməyib. Bugün rahat ola bilər ki, o belə elədi, səhv elədi, bu elə bilər, səhv oladı. Zaman və məkan kontekstində dəyərləndirib, Mərkəzi Komitə var idi, Sovet hökuməti var idi, onun siyasətinin əleyhinə getmək mümkün deyildi. Amma bütün bunlara baxmayaraq, yerli əhalinin də bir etirazı var idi, yumuşaq şəkildə olsa da. Və eyni zamanda bu bizim xalqımızın tarixi faciəsi kimi burada öz əksini tapır. Təbii ki, belə əsərlərin başqa dillərə tərcümə edilməsi və başqa dillərdə nəşr edilməsi hesab edir ki, Qərbi Azərbaycanla bu insanların deportasiyasına bağlı əyani bir vəsait ola bilər. İndi Avropa məhkəməsi bizdən tələb edir ki, Azərbaycan onları məhkəməyə verir, tələb edir ki, orada olan varidatın sənədlərini verir. Siz doğrudan orada yaşamışsınız, eviniz olur. Evin sənədlərini verir. İndi ayın 15-ə qədər vaxt olur, nə qədər neçə min sənəd oraya təqdim edilməz ki, hukukçular var, evlərlə bağlı, mülklərlə bağlı, həmən sənədləri təqdim edirlər. Bu mənada hesab edirəm ki, o hadisələrin bir sənədləşmiş tarixidir. Bu mənada mən Əsəd müəllimi təbrik edirəm, uğurlar arzulayıram və bu kitabı biz bugün təqdim edirik. Yəni, bu demək ki, biz onu müzakirə etməyəcəyik. Təqdimatını keçirdik ki, biz bəyan edirik ki, bizim həmkarımız, çox gözəl tarixçi olan Əsəd müəllim, həyatını bu hissəyə qoyar, Qərbi Azərbaycanla bağlı fəlsəfə doktorluğu sertifikasiyası müdafiə eləyər. İndi mən elə hesab edirəm ki, bunun doktorluq işidir bu. Böyük işlər görən bir insan bu əsəri yazır. Biz bunu təqdim edirik ki, bizim həmkarlarımız bunu elektron variantını, kağız variantını tapsınlar, oxusunlar. Təbii ki, akademiyanın ayrı-ayrı institutlarında, ayrı-ayrı təhsil müəssisələrində inşallah bu kitabın müzakirəsini də keçirdərik. İndi mən icazənizlə bu tədbirimizi açıq elan edirəm və hamınıza da bu işdə fəallıq arzulayıram. Sağ olun, təşəkkür edirəm. İndi mən istəyirəm ki, bizim Eldar müəllim, Məmməd bəyli, adətən biz birinci sözü verəndə tarixçilərə verir, yəni mütəxəssislərə verir. Eldar müəllim kimyaçıdır, kim elmlərin doktorudur, professordur. İndi bu, bizim bu humanitər sahənin adamları üçün Skopus da məqalələr nəşr etdirmək, indi dəvət düşübdə biz də çalışırıq, orada yazılarımız falanlar olsun, deyilən olur. Müəllimin orada bir 30-40 dənə Skopus'da yazısı var, Sovet dövründən də var deyir. Yəni SSR miqyasında kimya sahəsində tanınmış alimdir və təkcə alim deyil, həm də şairliği var, yazıçılığı var, yaxşı hekayələr yazır, bizim də dostumuzdur, mən xalam oğludur. İnşallah sözü mən buyurun, sizə verilmənizi kitab haqqında fikirlərinizi bildirmək istiyorum. Tanıyorsunuz mu? Adətən müdafiədə hər bir şeydə çıxış olarkən əsərin haqqında danışılır və bəzən də deyirlər ki, şəxsiyyətin özünün işi görən müəllif haqqında danışmaq lazımdır. Və mən də Əsəd müəllimi təkcə tarix nöqteyi nəzərindən yox, həm də Əsəd müəllimlə Körfəz olan vaxtından gəlib biz bir həyətdə yaşayırıq. Və Əsəd müəllimi məsələ sizin çoxunuz məni kimi tanıya bilməzsiniz. Çünki biz səhər axşamdan görüşüb ki, Əsəd müəllimi simasında Azərbaycanda belə bir adım yetişməyi sevindirici haldır. Şəxsən mənim üçün mən bir illik oğlumdan böyük arkadaşı kimi.
münasibətli olmuşam və çox bəyəndiyim gənclərdən biri. Amma bunu deməmişdən əvvəl mən sizə burada yazılan kildən söz deyim. Yağış yağır, dayanmadan Şuşaya, o yağışın sellərindən, o yağışlar qıvrım islanan əskərimin tellərindən, Qarabağa həyat verdi o haqdan, bax bu idi gözləriniz əlxoşan, bu torpağa igid doğan, doğan, anaların əllərindən. Bu zəfəri hər zərrəmdə duyuram, sevincimi göz yaşı ilə yuyuram, araz boyu muşluğa yuyuram, dəli dağın yerlərindən Azərbaycan möhtəşəmdir gür səsi, əksilməsin üstümüzdən nəfəsi. Bu torpağa vətən deyən hər kəsin şəkər dillərini öpürəm. Ağlamışam, kükrəmişəm, əsmişəm. Ürəyimi bürübürdən asmışam. Ürəyimi bürübürdən asmışam. Xəritəni qucağıma basmışam. Azərbaycan ellərindən öpürəm, Azərbaycan ellərindən. Mən kitab haqqında danışmamışlar, qabaq. Deməli, Əsəd mənim tamam körpə bir uşaq gəldi. 26 ildir də, 26 il ərzində biz gəlinir. Elə bil ki, o uşaq görəkən mən indi təcrübəli adamım. Mən 85 yaşımdır. Özdə hərdən bir mənim yazında deyildir. Bütün Azərbaycan bu qəzetlərdə yazılır və mən həmişə bilirdim ki, bu uşaq doğrudan da seçilir. Qonşuda seçilir. Biraz xeyli çətindir. İndi müasir dövrdə bax. Əsəd mənim həm tərbiyəsinə görə, həm sağlığına görə, hər bir şeydən uşaqların içində seçilirdi və elə o gündən, o yaşından mən onunla söhbət edəndə elə bir ki, bunun üstün döyülmüş, hər şeyi görmüş bir insan təsir var. Və Əsəd mənim necə işləyir, səhərdən axşama qədər. O qədər bu elmlə, işlə məşğul ki, qalan şeylərdə heç vaxtı qalmır edən kəsətlər. Və çox böyük Sevinçlər İnstitutu daxil olanda sevindik, o institutu da çox gözəl oldu. Peyğəmbər diplomuna tutardı və Əsəd müəllimə Allah tali ilə gəzdirdi ki, Əsəd müəllim düz yola düşdü. Özü də Əsəd müəllim də arva tərəfdəndir, yoldaşlar bizim qoğumuzdur. Çünki mən də motoru Azərbaycandır. Mən ondan sonra deyirəm, mən nə deyim bilirəm, bunda Rəşid müəllimin qoğumdur, xalası oldu. Elə birinci oradan. Beləcə bu gözəl kitabı yazdı. Mən o kitabı varaq oxumuşam. Doğrudan da necə yazır. Çünki mənim özüm elimlə məşğul olduğuna görə bu diqqətlə baxıram ona həmişə ki, bu yazını necə yazırdılar, birdən belə deyil. Bizdə məsələn açıq deyil, biraz mən təqdimli yaşayan adamlar deyirlər. Məsələn, görürsən ki, Azərbaycan dilindən başqa dil bilmir, onu da bir xəyər danışır, qalaq kitab yazır. 3-4 kitab yazırlar, ey tarih. Onu gələksən, oxuyasan, ən azı indiki halda normal tarihçi olmaq üçün ən birinci halda ərəb dillərindən bilməlisən, az dili bilməlisən. Heç olmasa başqa bir Avropa dillərini də bilməlisən, bu dilləri bilmədən baxırsan, Azərbaycanda bir xəyər danışır, qalaq kitab yazır, o tarihçi deyir. Məsələn, baxın, Ziya 2-3 dənə 5-6 əsər yazır, amma ona can qoymaq lazımdır, özünüz bilirsiniz. Əsəd mən gecə gündüz həmişə məşğul olur, maşallah mən çox sevindim ki, birdən kitabı yazır. Kitab o dərəcədə sevindirir ki, kitabı yazan kimi, təbii ki, o kitabı birinci mənə bağışladı və mən qəzetdə onu tam hər tərəflə analiz edim. Mən sizə demək istəyirəm ki, onunla baxdım. Necə, bilirsiniz, müasir Azərbaycan dilində yazmaq, möhtərəm prezidentimiz bu yaxından o qərarı da qəbul edir. Bərbad halda olur Azərbaycan dilində. Azərbaycan dilində hər adam yaza bilmir. Xüsusən texniki elmlərdə, çünki bizdə terminologiya biraz qarışıqdır, amma o dildə yazmaq da birdən belə çətin olur. Amma Əsəd mənim bu işlərin hamısının öhdəsindən çox şeylərinə gəldi və mən də çox sevindim və fəxr edirəm ki, belə bir bizim alimimiz var, çox da vaxtınızı almaq istəmirəm. Bu Əsəd mənim deməli, bu kitabı mənim üçün doğrudan da bir sevinci oldu və birinci fəsillərdə də danışırdım, amma birinci o kitabı mənə bağışladı, üstün ilə yazdı və böyük uğurlar hesab elədim Azərbaycanın. Bir xəsiyyəti var istədilər.
həddindən artıq türkçüdür. Mən ona həmişə deyirəm ki, Roma papasından artıq katolik ola bilməz. Biraz baxmır. Deməli, məsələn, mən bilirəm, türk təmiz qanlı türkdür. Deyirəm, bəzən elə olur ki, o qanla kömək edir insanlar. Yəni, bu adam, o qədər belə təmiz adamdır ki, adam təəccüb qalır ki, məsələn, bu qardaşım araqsaqqa, Əsəd müəllim onunla elə danışır ki, elə bir ki, deyirsən ki, Əsəd müəllim bu dünyanın bu dolaşıq işlərindən necə başa çəkilir? Amma yazısını oxuyanda görürsən ki, Əsəd müəllimin simasında hansı böyük bir alim yetişir. Bizim hər birimiz deməli gənclərə şərait yaratmalıyıq və çox şükür ki, Əsəd müəllimin vaxt, qiymət verirlər bu şeylərin. Mən bu yaxlarda bir söhbətim oldu. Mən birbaşa möhtərəm prezidentimizə müraciət edim. Mən sizə deyim, çox razı qaldım. Fərruq müəllim də bilir, mənə o prezidentin özünün şəxsi fəxri diplomunu verdi, Akademiya 80 iliydi. Və mən həm ona görə, həm də ona gənclərə necə qiymət verirlər, nədir və yadında başlıq verir. Alimsiz ölkə, böyük ölkə ola bilməz. Seçmin ayın ölkə nəyə görə danışır? O nəhəng alimlərin, Landau, nə bilməm, hamısı hamısı o alimlərin insanı, Amerika nəyin insanı? Alimlərin insanı. Bizdə biraz başqa bir baxırlar. Baxın, məsələn, Yaponiyada nə hansı onun təbii sərvətləri var. Nefti də yoxdur, amma alimin insanlar. Biz məngədə bəli, bir hektarda 3 ton parkı ola bilmirik. Avropada 60 ton aldılar. Özdə ekoloji təmin. Yaponlar da onun kimi. Yəni, elmisiz ölkəyi nə qədər tərifləsə, o yaxşı ola bilmez. İkinci, sağlamlığı olan məsələ var. Bax, bütün bu saat hükümetimiz də çalışır bu məsələlərin üstündə, amma yenə də mən Fərruq müəllim deyənlər razıyım. Elmi olmasa, bunlar hamısı boş əfsanə söhbətdir. Orta məktəbdən tutaraq baxsalar, bu salat məsələsi, iki məsələ olduqca zəruridir. İndi şükür Allah'a ki, bax, mən bu günlərə qədər sevindim ki, bu insanları tanırlar, amma sifətlərine baxanda hamısı doğular. Ona görə ki, bunların gəlməyə bugün bu şeylər çox sevinir. Özdə deyim ki, bütün Azərbaycan bu mənada qərbi Azərbaycanlardan bizlərdən nümunə götürməlidir ki, necə yanaşırlar. Və sizin hamınızdan üzr istəyirəm, Fərruq müəllim, biz biraz həmişə mənim xalım oldu, ona görə vaxtınızı da çox almıram, öpürəm hamınızı bağlama basaram və onu da deyim ki, axırıncı işlafda yazılan ki, Fərruq müəllim, möhtərəm prezidentimiz dedi ki, biz Azərbaycan torpağını elə belə ola bilməz. Burada həmişə mən İslam sözündən ötər, erməni İslam, elə ermənidir, İslam yoxdur. Burada İslam ermənan ölkə olmuyor. Ona görə də bir daha təbrik edirəm hamınızı və inşallah görüşərək həyat böyük imkanlar olacaq və mən hesab edirəm ki, doğma torpaqlarımızı qaytaracaq. Lazım olsa mən 85 yaşında da lazım gəlsə, heç olmasa yeni əskərlərə kömək edib, yeməkdən zaten nə bilim, müəyyən kömək də edirlər. Eşq olsun sizlərə. Əsəd müəllim, necə oldu? Özümə layiq, çox sağ olun. Çox soğuk, xaloğlu, çox soğuk. Xaloğlu çıxış elədi. Bu kitabın üstün cəhətlərdən biri ondan ibarətdir ki, bu problem müəllifə qədər müxtəlif alimlər tərəfindən araşdırılır. Müəllifin gözəlliyi ondan ibarətdir ki, həmin müəlliflərin yaradıcılığına burada səhv nəzər edir. Hamının öz qiymətini verməyə çalışıb, qruplaşdırıb, təsnifat aparır. Kim nəyi necə yazır, niyə yazır, nə üçün yazır, nələri düz yazır, nələri müsurlu yazır, nələri Sovet ideologiyasının təsirləri altında yazır, nələr doğrudur, nələr doğru deyil və mən bu kitabda nələr yazır. Bu hər bir yazan üçün, hər bir tədqiqat aparan üçün çox vacib keyfiyyətdir. Bizim bir profesör vardı, Yusuf Talib, rəhmətli. O deyildi ki, sən yazdığın problemlə bağlı kim bir tezis yazıbsa, onun da adını orada çək. Çünki onun da müəyyən qədər bir zəhməti var. Amma indi son dövrdə elə deyil. Son dövrdə insanlar qalaq-qalaq kitablar yazırlar, özündən əvvəlkiləri adını çəkdirlər. Elə bil ki, bu birinci dəfədir. Yəni, mən bunu yazıram, elə birinci dəfə mən yazmışam. Halbuki tarixdə heç nə yeni deyil. O İncildə yazırlar ki, ən yeni unudulmuş köhnədir. Yəni, səndən qabaq ola bilməz ki, o problemlərə toxunulmasın,
bu problemlər gündəmə gəlməsin və deyilməsin. Schopenhauer deyirdi ki, tarix özünü hər dəfə elə göstərir ki, güya təzə nəsə deyil, əslində isə insanlar təzədir. Hamısı köhnə hadisələrdir. Qədim dövrdən indiyə qədər insanlar bir-birini öldürür. Daşla, ağaçla, qılıncla, qalxanla, indi də topla, tüfəklə. Nə vəzi var? Mahiyyət öldürmək öldürürlər. Və yaxud digər məsələlər. Ona görə də yəni ki, bu kitabı oxuyan alimlər buna alim qiyməti verəcək, elmi qiymət verəcəklər. Bu kitab elmi kitabdır. İndi isə biz kitab haqqında və dostu haqqında söz demək üçün Ələsgər Sarıyevi dəvət edirəm kürsüyə. Ələsgər müəllim Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun, yəni köhnə bizim akademiyanın da aparıcı elm işçisidir, İqtisadiyyat üzrə fəlsəfə doktoru doçentdir. Buyurun. Çok sağ olun Erol müəllim. Kitap hakkında çok anlayabiliriz. Əsəd müəllim, mən genel olarak bir yerde çalışır, işləyir, çok ayrı üstləşdir, mən İsrail'de üstləşdir. Ancaq günde en az 2-3 dəfə tarix hakkında söyledilir. Biz cəhdləri, müsbət cəhdləri, saçman cəhdləri göstərir. Bu kitabı Əsəd müəllim çok güzel güzel sahip materialar verdi. Hiç burada uydurma yoktur. Hamısı materiallardır. Eyni zamanda Azərbaycanın tarih başına gələn əhvalatları kitabda İsrail əlçüzlərlə Azərbaycanların Ermənistandan qovulması. Mən də məqalə yazmışam bu haqda. Qəlibdə 200 dənə məqalə çıxır dalından. Demək, bəhanə edirlər ki, Azərbaycanda pambasını inkar etmək haqqında Azərbaycan torpağı əlverişlidir. Mütləq burada Azərbaycan haqqında pambalı inkar etmək haqqında təlifəsi, sərişəsi var. Ona görə Azərbaycanlıları Azərbaycandan götürmək və xarici ölkələrdə yaşayan Suriyada, Türkiyədə, İranda yaşayan erməniləri Azərbaycan ərazisinə götürmək hansıdır. Amma çox təəssüf ki, bu ünlü göstərmədi. Azərbaycanda gələn ermənilər hətta onları aldatırlar ki, süd artıqlarından süd səviyyəsiniz, yəni əkin belə tutan. Ermənilər gəldilər, gördülər ki, burada insanlar özə 8-53-də sistemin ən zəif vaxtıydı. Azından ölürlər və sonra çoxlu çıxıb getdilər. Mən də Əsəd müəllimə öz səmin təşəkkür verirəm ki, elə kitab yazdı. Mən bir məsələdə aydınlıq gətirmək lazımdır ki, Azərbaycan xalqı bunu bilirdi. Azərbaycan xalqının başına gətirən əhvalatları bilirdi. Ermənistanın qovulan Azərbaycanlar. İndi mən gəldim koridorda Ermənistanın, əsl Ermənistanın olan Azərbaycanla şəkil gördüm. Demək, oradan da bir sevindim. Amma bir məsələdə bundan ibarət ki, o şəxslər haqqında, o adamlar haqqında bir ayrıca kitab yazmaq, bütün paylamaq lazımdır ki, millət bilsin ki, burada kimlər yetişir. Mən də Əsədə müəllimə öz təşəkkürümü bildirəm ki, belə bir kitab yazıqdır, zəngin materiallarla yazıqdır. Əsəd hətta bundan başlayaraq ayrı bir iki kitabı da hazır etdi. Demək olar ki, hazır edəcəklər. O durmadan çalışır. Ancaq bir şey demək lazımdır ki, indi bu kitab yazıldı, bunu oxumaq lazımdır. Bütün zamanlar bilmək lazımdır, Azərbaycanlar bilmək lazımdır ki, bunlar hardan gəlmək, hansı nəsildən əmələ gəldi. Çox adamlar indi bir-birini tanımır, onu tanımır, gedib gəlmək yoxdur, əlaqə yoxdur. Mən bir daha Əsəd müəllimi təbrik edirəm, müvəffəqiyyətini arzulayıram. Mənə gəlir ki, onun hələ 2-3 dənə kitabı hazır vəziyyətləri. Demək olar ki, biraz bunu institutlər edirlər, kömək istəd edirlər. Yer sağ olsun, ahırda kömək edirlər, kitabımızın kömək. Bu bir tək Əsəd üçün deyil, bütün millət üçün lazımdır ki, hər bir yerdə bu kitabdan olmalıdır. Olsunlar, bilsinlər, sağlamlar, öz sorğuları, vətənləri, kimliyi haqqında, nəsil haqqında məlumat alsınlar. Bir daha Əsəd müəllimi təbrik edirəm, alim budur ki, o öz işini davam etdirəcək. Çox sağ olun.
Əsəbkarlar, mən bayaqda qeyd elədim ki, biz kitabın ancaq təqdimatından danışırıq. Ona görə də tarixçilərdən üzr istəyərək biz qeyri-tarixçilər də danışır, fikirlərini söyləyirlər. Hesab edən ki, kitab haqqında bir tarixçi sözü, mütəxəssis sözü dinləmək zəruri və vacibdir ki, görək bu tarixi aspektdən yanaşanda, tarixi kontekstdən yanaşanda bu kitab Azərbaycan elmi üçün, Azərbaycan tarix elmi üçün, bizim millət tarixşünaslığımız üçün hansı yeri və rolu tutur. Mən burada mənim aspirant dostum, yoldaşı İlham müəllim görəm, İlham Həsənovu. İlham Həsənov Azərbaycan tarixçiliyində öz dəsti xətti olan dində gəlib olaraq arxada oturub. Ağır arxırı ilə bilirsiniz də həmişə arxada olur. Arxadan. İndi o arxadan gəlib öz fikirlərini bildirəcək. Biraz da bu qeyri-standart tarixçidir. Deyilən fikirləri, yazılan fikirləri olduğu kimi qəbul eləmir. Hökmən onun orada bir iştirik olmalıdır, qeyd olmalıdır ki, mən bilsək, bu belə olsa daha yaxşı olardı, bu da belə olsa yaxşı olardı. Buyurun İlham müəllim, əzizim, buyurun. Mənim də yazılarımın ən birinci müxalifətidir. Çünki bütün inkişaf ziddiyyətlərlə bağlıdır. Əgər ziddiyyət olmasa, inkişaf olmaz. Buyur əzizim. Hər birinizi salamlayıram. Hər birinizə körü xoşluğu, möhkəm can sağlığı arzulayıram. Təbii ki, bugün gözəl günlərdən biridir. Ümumiyyətlə bu saraya həmişə xoş mənəmlə təşrif buyurulur. Burada həmişə Azərbaycan xalqının elmi, intellektual potensialının formalaşmasına, yetişməsinə, inkişafına kömək edən əsərlərin müzakirəsinə yığılırıq. Fərruh müəllimin əsərlərinin təqdimatında da iştirak eləmişəm. Amma bugün mənim üçün xüsusilə əziz gündür ki, mənim üçün məxsusi olaraq. Çünki əsər mənim iş yoldaşımdır. Bilavasitə bir yerdə çalışırıq və əsər son dərəcə zəhmətkeş, çox savadlı və eyni zamanda bir insan kimi, şəxsiyyət kimi çox layiqətli bir adamdır. Ona görə də mən sevinirəm ki, tariximiz üçün çox böyük önəm kəsb edən bu problemin kompakt şəkildə üzə çıxarılıb təqdim etməsində yardımcı olur. Əlbəttə, bu mövzu elə bir mövzudur ki, ya şifahi formada, ya da yazılı formada hər kəs bunun ətrafında danışır. Çoxlu əsərlər var. Onu saymaqla qurtarmaq olmaz. Əsəd müəllimin kitabının geniş hissəsində o barədə müfəssəl məlumat verilir. Amma təəssüf, tarixçinin dili belədir ki, bu səthinin altında emosiyanı, ağrını, acını, məşəqqətli həyatı, bu dözümsüzlüyü ifadə eləmək olmur. Amma bu hər sətirdə əsərin özünün ürək döngüsü var ki, bu gələn adamlar nə böyük, nə qədər ağır keçir. Yəni, burada kitabın məziyyətləri haqqında mən gec gəldim, yəni ki, danışıldı elədim, mən bizə kəlmə deyim ki, ümumiyyətlə şərqdə, yaxud da ki, belə deyək, ermənilərlə bağlı olan məsələlərin müzakirəsi bu və ya digər formada Türkiyə dövlətinin sübutuna hesablanmış məsələdir. Yəni ki, 19-cu əsrin 60-cı illərindən bəri erməni məsələsi deyilən məsələnin ortaya çıxarılması da şərq məsələsinin tərkib hissəsi kimi Osmanlı İmperiyasını nüfuzdan, iqtidardan salmaq, onun geniş ərazilərini məhdud bir məkandan, ərazidən ibarət etməyi məqsəd. Birinci Dünya müharibəsinin qoşulanda da bu məqsədə nail olundu və yenə də tutaq ki, bir Ön Asiya deyilən yerdən, Anadolu Yarımadası Milliyyətindən bu ərazidə meydana gələn Türkiyə yenə düşmənlərin gözünə girməyə başlayırdı. İkinci Dünya müharibəsindən sonra Türkiyəyə ərazi iddiaları başladı. Bu biraz diplomatik şəkildə olurdu. Çünki
SSR tərəfindən, keçmiş SSR tərəfindən müharibəyə qoşulmuşdu. Yəni ki, Almaniyanın əleyhinə qoşulmuşdu Türkiyə müharibə daxillərində. Demək, burada bu məsələni niyə belə nisbətən uzatdım? Əsəd müəllimin kitabında da heç başqasının ağlına gəlməyən bir məsələ vurgulanıb ki, Azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunması, digərliyin salınması həmin elməsi məsələsinin, o şərq məsələsinin kontekstində izah olunur. Çünki müharibədən sonra Stalin və onun komandası gözləmə mövqeyində idi və istəyirlər ki, Türkiyədən ərazi iddialarını əsaslandırsınlar. Eyni zamanda boğazlardan keçmə məsələsi, xüsusilə 1936-cı il Montreux sazişi. Bununla bağlı olan məsələləri özünü xeyirdə təzdən təfsir edəsin. Çünki onların üstündə əli yox idi, özünü qalib kimi aparırdı. İkinci Dünya Müharibəsinin qalibi, yəni dünyadakı bütün problemlərin hamısının belə çıxış nöqtəsi, həllinin çıxış nöqtəsi kimi özünü görürdü. Ona görə də o məsələ eləməz bu vaxtı qaldı. Burada bütün o, mən diqqətlə oxumuşam, Əsəd müəllim birinci mənə vermişdi, indi mən onun bütün məziyyətləri haqqında danışmaq istəmirəm, uzun vaxt olacaq, vaxt aparacaq. Amma mənim üçün maraqlı odur ki, Əsəd müəllim nə qədər yazılıbsa, əsərlər, istər elmi səpkidə, istər publisistik səpkidə, onların hamısını ümumiləşdirməyi bacarır və eyni zamanda məsələ ilə bağlı vaxtilə məxfi qrif altında olan arxiv sənədlərinə belə müraciət edə bilib və beləliklə o məsələnin real mənzərəsini ortaya qoya bilir. Yəni, hər birimiz burada oturanların böyük əksəriyyəti maraqlı olduğuna görə bədii əsər kimi, biraz sənədli faktlara istinad edən Məmməd Orucun köçürülmə səhv eləmirəmsə əsərini oxumusunuz. O əsərin önündə bir daşla bağlı söhbət edir o. Deyir ki, mən balaca uşaq idim. Deyirlər ki, bizim köçəcəyimiz yerdə daş yoxdur. Mən də deyir, postunda qırmaqdan ötürü çimlə bir daş qoyub aparmışdım. O daşı obrazlaşdırır orada. Sözün burasındadır ki, görün qansızlığa, ədalətsizliyə baxın ki, çox gözəl təbiəti qoynunda yaşayan adamları, mən demirəm ki, Kür Arazbalarında yaşayan adamlar bəd yerdə yaşayırlar. Amma hər halda var, bura adaptasiya, yəni nə deyirlər buna, vərdiş ediblər, öyrəşiblər o həyata. Sən onları oradan köçür, sonra hansızsa müraciət edəndə ki, tutaq ki, məni Kəlbəcələ, Gədəbəyə, Naxçıvana köçürün. Deyirlər, yox, bu qərarda belədir ki, Kür Araz boğazına köçürülməlisiniz. Təbii ki, burada bir dilin qarşısında adam qalır ki, bu niyə bir olmalıdır? O dediyimiz kimi, o Türkiyəyə münasibətdə erməni iddiasını, hikayəsini həyata keçirmək mümkün olmadığına görə, o xaricdən gələn erməniləri Ermənistan ərazisini yerləşdirmək adıyla belə bir bədnam, belə bir vəhşətli, dəhşətli qərar qəbul olunur. Sanki xalqın üstündən xət çəkmək kimi. İndi biz onu bilməmişik də, bizim yaşımız eləyir ki, indi, məsələn, mən böyüdüyüm kətdə də bir Göyçəli görürdüm, yerliydim, sən demə, sonradan məlum olur ki, onlar bu hadisələrin fonunda gəlirlər. Əsəd müəllim, burada çox hər şey qaydasındadır. Əsas günah təbii ki, rejimdədir, o rejimin faciə doğru mahiyyətindədir. Stalinin diktatorluğu sistemin o rejimin törəməsidir, təbii ki. Mən bir məsələyə, Əsəd müəllimə o vaxtda demişdim, orada bir məsələyə aydınlıq gətirmək lazımdır. Allah qoysun, təkrar nəşr edəcəksin kitabı, bu məsələyə baxmaq lazımdır. Çünki bilirsiniz, tarixdən ki, birinci səfər Qarabağa sahib olmaq istədiyi müraciət edənlər Stalin göndərdi Molotova, Molotov Bakıya və onun qarşısının alınması üçün Azərbaycan rəhbəri, ona Azərbaycan satrapı deyək də, Stalin satrapı, o məsələnin əsassızlığını göstərməkdən ötürü çox geniş və elmi bir arayış hazırladı. Sonra da hökumətin qərarı olduğuna görə, dövriyə gəldiyinə görə cəsarət eləmədi ki, Qarabağı verməyim desin, dedim, amma tutaq ki, mahiyyət etibarilə zidd deyiləm. Amma bunun əvəzinə
Azərbaycanlılardan ibarət olan, yəni kampak Azərbaycanlılardan ibarət olan əraziləri də bizə qaytarıb, o məsələnin üstündən xət çəkildi. Amma indi bax, bu qərar qəbul olunanda, bilirsiniz də, qərar qəbul olunub 1947-ci il dekabr ayında, dekabr ayının 23-də, hələ onu birinci sənəlik noyabr ayını düşündü. Demək, Arutyunov, nə demək istəyirəm? Arutyunyan da Arutyunovdur, Ermənistan Komünist Partiyasının katibi. 1947-ci il noyabr ayının 21-də Stalinə telegramla müraciət edir və o müraciətdə yazır ki, çox ciddi müzakirə olunmalı məsələ var, xahiş məni qəbul edəsiniz. Stalin elə bir cümlə ilə dərshana yazır ki, rus dilində, yəni olar, można. O da gedir, ayın 29-unda Stalin qəbulunda olur. Bu Karmışevin orada qeydlər var ki, deyir ki, Arutyunyan Stalin qəbuluna gəldi, saat 21:25-də, çıxdı 22:20-də, təxminən 5 saat, 55-də yəni, onun qəbulunda olur. Təxminən 3 gündən sonra Azərbaycan və Ermənistan rəhbərləri o bədnam qərarın hüquqi qüvvə kəsb eləməsi üçün ilkin müraciət edədilər. İndi mən oxuduğum mənbələrdə finalda yazırlar ki, o sənəd şübhəlidir. Çünki onun altında möhür yoxdur. Amma Azərbaycan Komünist Partiyasının və Ermənistan Komünist Partiyasının adından da müraciət olundu. Burada mənim marağımda nədir? Bu zaman Mirzəcəf Bağırov büronun iclaslarını idarə eləmirdi. Onun o zaman 1947-ci il noyabr ayının 25-də büronun özü idarə edir. 29-da Mirteymur Yaqubov, sonra Nazirlər Sovetinin sədri, o indi yanından neydi onun adı? Teymur Quliyev. Teymur Quliyev və bir də Mirzəcəf Bağırov büroda görülür 48-ci il fevral ayının 17-sində. Təxminən, yəni sözüm nədədir? Təbii ki, Stalin buna qol qoymuşsa, Mirzəcəf Bağırov ona müqavimət göstərə bilməz. Amma onun səhnədən bir 3-4 aylığında yox olması təbii ki, tarixi üzərində bir məmmə kimi görülür. İndi görülür, haradasa müqavimət göstərmək istəyib, deyilən onu müvəqqət kənarlaşdırırlar. İndi mən heç Mirzəcəf Bağırovun əlini üzrü yumaq fikrində deyiləm. Mirzəcəf Bağırov da o qansız rejimin, dediyim kimi, qan tökənlərindən biri. Bax, bu məsələ məndə çox. Amma sonra gəlir, gələn kimi özümüz bilirsiniz, mart ayında artıq qərar qəbul olunur. Bu qərarın da Azərbaycan tərəfindən qəbul olunması təmin olunur. Mart ayının 19-da. Martın 10-da artıq qəti olaraq qərar verilir. Və beləliklə bir xalqın əbədiyyətdən bəri gələn bu tarixi gerçəkliyi üzərinə bir xət çəkilmiş olur. İndi şükür Allah ki, sonra qayıtdılar elədilər və indi bu gün də belə baxıram bu böyük möhtəşəm binanı görürəm və tamamilə inanmaq istəyirəm ki, o torpaqlara bir də qayıdacaq. Siz təsəvvür edin ki, mən buraları çox yaxşı tanımışam da, indi bizim rayonla Gədəbəylər onlarla mən əslində böyükşəm. Demək, Gədəbəylə Ermənistan ilə də biz bazarlığımızla yedik. Yəni, o qədər yaxın, doğma, kəndlərə qədər belə tanıyırdım və arxaylam ki, o təmin olunacaq onlara köməkliyiz. Mən bu çox möhtəşəm iş görməkdə. Özü də başdan deyim ki, Əsəd müəllimin özünün şəxsi maliyyəsindən, planınla, çox çətinliklə, biraz da səhətində problem var, deyil, Allah şükür, yaxşıdır. Bunların hamısını çətinliklə həll edib. Təkrar məşğulanda mənim xahişimdədir. O müəlliflərin adını deyirsən, məsələn, Sim Məmmədov, Qır Əsədov, o adlarını onu qeyd eləmək lazımdır. Oxucu elə bir ki, elə bir yarımçıq qalır. Onların hamısını vermək lazımdır. Sonra o Türk xalqlarının adlarının altında müəyyən o adını vermək lazımdır. Sonra siyahı məsələsi var da, orada uzun siyahı var. Mən bilmirəm, o ümumiyyətlə dövriyyədə varmı ki, nə qədər adam köçür? Çünki hələ bir yerə köçür. Bəziləri hökumətin icazəsi olmadan köçkün komitəsi deyirlər. Orada müraciət eləmədən geri qayıdır. Ümumiyyətlə, Azərbaycan tarixşünaslığına Əsəd müəllim bu əsərlə çox böyük töhfə verir. Əsəd müəllim gecə gündüz işləyən adamdır. Mən Əsədə
gələcək fəaliyyətində uğurlar arzulayıram və ona məhvər olan çox möhkəm can sağlığı diləyirəm. Çox sağ olun. İlham müəllim, çox sağ olun. Teşekkür edirəm. Bir tarixçi fikir eşitdik, tarixçi söz eşitdik və təqdimat mərasimi olsa da müəyyən iratlar da səsləndi. İnşallah bizim İlham müəllimi siz ona rəyç eləyərsiniz. Öz dediyi iratları orada qəşəng düzəldər, növbəti nəşrlərdə nəzərə alar. Qərbi Azərbaycanla bağlı, onun maddi mədəniyyət abidələrlə bağlı xeyli işləri görülür. Onun tədqiqinlə bağlı, çıxmasınla, nəşrlə bağlı. Bu sırada da Əfqan müəllimi də 3 böyük iri həcmli Qərbi Azərbaycan mədəniyyət abidələrlə bağlı əsəri var. İndi də bu kitab haqqında danışmaq istəyib. Buyur Əfqan müəllim. Əziz və dəyərli tədbir iştirakçıları, hər birinizi ehtiramla salamlayıram. Qərbi Azərbaycan coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Tarix boyu Azərbaycan milli kimliyinə, mədəniyyətinə, elminə töhfə vermiş bir yurt yerimizdir. Azərbaycanlılar tarix boyu bu ərazidə yaşayıb və ərazinin əsas əhalisi kimi dünya xəritəsinə, sənədlərə, mənbələrə adını qeyd etdi. Xatırladım ki, 14-cü ildə Erməni Katolikosluğunun Kilikiyadan, indiki Livan ərazisindən 3 kilsəyə köçürülməsi, Gülüstan-Türkmənçay müqaviləsi nəticəsində İrandan ermənilərin Qərbi Azərbaycan ərazisində köçürülməsi, daha sonra Türkmənçay sülh müqaviləsi nəticəsində və onun ardınca Ədirnə sülh müqaviləsi 29-cu ildə imzalanan sülh müqaviləsi nəticəsində Şərqi Anadolu arasından ermənilərin kütləvi olaraq Qərbi Azərbaycana köçürülməsi Qərbi Azərbaycanda erməniləşmə prosesinin əsasını qoydu. 1831-ci ildə Şopenin ərazidə apardığı siyah alınmada mexaniki qaydada ermənilərin sayı artırıldı və Azərbaycanlılar üçün ən əziz tarix olan 21 mart tarixində erməni vilayəti yaradıldı. Fəqət dünyada siyasi proseslər dünya xəritəsinin bölünməsinə doğru gedirdi və bildiyiniz kimi Birinci Dünya Müharibəsinin nəticələri eyni zamanda regiona da güclü təsirini göstərdi. 18-20-ci Çar Rusiyasında olmasından sonra 18-20-ci illərdə artıq Qərbi Azərbaycan torpaqlarında xarici dövlətlərin planının bir nəticəsi olaraq erməni devlətinin yaradılması təşəbbüsləri başladı. Çünki əvvəllər Şərqi Anadolu ərazisində erməni devləti qura bilməyən, qurmağa nail olamayan xarici dövlətlər, İngiltərə, Fransa və digərləri ermənilərin o Qərbi Azərbaycan ərazisinin köçürülməsini və onların kütləvi olaraq çoxalmasını fürsət bilib bu ərazidə qondarma erməni devlətini yaratmağa nail oldu və bunun nəticəsi nə oldu? Nəticəsi ərazinin əzəli sakinlərinin ərazidən deportasiya deyil, soyqırım yolu ilə və böyük bir vandallıq ərazidən köçürülməsinə, Azərbaycanlıların əsrlərdir orada ərsəyə gətirdikləri maddi mədəni irsin məhv olunması baş verdi və insanlar 350-dən çox məscidlər insanlar doldurub yandırıldı və bir tarix, bir yurt məhv edildi. Azərbaycanlılar Azərbaycanın müxtəlif ərazilərinə köç etdilər, indiki Azərbaycan. Fəqət Bolşeviklərin əraziyə hakim olmasından sonra, 21-ci ildən sonra, Bolşevik hakimiyyətinin qurulmasından sonra Azərbaycanlılar əraziyə qayıtdı və özlərinin əzəli yurt yerini yenidən bərpa edib, ərazidə böyük abadlıq işləri gördülər və ərazidə çoxalaraq ərazinin siyasi, ideoloji, eyni zamanda ərazinin əsas sakini kimi özlərini göstərdilər və bu Ermənistan hökuməti ilə yanaşı Sovet idarəçilərini çox narahat edirdi və Azərbaycanlıların orada sahib çoxalması, ərazidə elmi cəhətdən, elmi siyasi bir potensiala çevrilməsi əlbəttə onlar üçün bir təhdid idi və ona görə də müəllifin kitabında bu məqamlar çox yer alır və növbəti deportasiya dalğası hazırlandı. Yenə də bunlar İkinci Dünya Müharibəsindən istifadə etdilər. Soyuq müharibə dalğası, soyuq müharibənin Sovet İttifaqına verəcəyi təsirin və Türkiyə NATO Varşava bloku təhlükəsi ilə
o dövrün Sovet İttifaqı idarəçilərini inandıran erməni Komünist Partiya Mərkəzi Komitəsindəki erməni deyirlər, onları içinə edərək, Stalini içinə edərək tampon bölgə yaratmaq, Azərbaycanlıları ərazidən köçürmək planına həyata keçirib, erməni Azərbaycanlıların sayını artırmaq üçün ciddi bir təşəbbüsə başladılar və bildiyiniz kimi digər deportasiyalar tədbiq olub, amma 47-53 deportasiyası tarixin ən qəddar deportasiyasıdır. Çünki bu deportasiya nəticəsində ərazidə kütləvi çoxalan Azərbaycanlılar məcburi olaraq ərazini tərk edildi və onların yaşaya bilməyəcəyi bir iqlim şəraitində yaşamağa məcbur edilərək o çoxunun xəstəlikdən, vərəmdən, vəbadan və digər xəstəliklərdən məhv olması nəticələndi. Fəqət bunun ardınca Azərbaycanlılar burada yaşadığı devirdə ermənilər əraziyə İran, Suriya, İraq, hətta ABŞ, Kanada və bir çox Fransa, bir çox ölkədən erməniləri əraziyə köçürüb. Azərbaycanlılar üçün qədim bir şəhər olan İraqdan başda olmaqla digər ərazilərdə siyasi ideoloji erməni mərkəzləri formalaşdırdılar və Matəndaran da buna rəhbərlik etməyə başladı. Fəqət Azərbaycanlılar oraya qayıtdıqdan sonra qayıtdılar, amma qayıdınca toponimlər, dəyişdirilmiş toponimlər, məhv olmuş abidələr və yox olmuş kəndləri gördülər və Azərbaycanlılar kompakt yaşadığı kəndlərdən ermənilərlə birgə yaşamağa məcbur edilən ərazilərə yönləndirildi ki, bunun da tarixi fəsadları çox böyük oldu. Buradan böyük problem nə idi? Toponimlərin dəyişdirilməsi və Azərbaycan, ümumiyyətlə Azərbaycanlı qədim abidələrlə zəngin olan 250-dən çox kəndin məhv edilib, oradakı olan abidələrin yox edilməsi və İrəvana və başqa ərazilərə daşınması və Azərbaycan tarixinin yer üzündən silinməsi ilə nəticələndi 47-ci, 53-ci deportasiyası. Müəllifin buradakı yanaşması 4 bölmədən ibarətdir kitab. Kitabın metodologiyası əsasən sənədlər, arxiv sənədləri üzərindən və eyni zamanda Rusiya arxiv sənədləri üzərindən hazırlanıb, siyasi, ideoloji və tarixi yanaşma var. Bu onu göstərir ki, müəllif 47-53 faciəsinin daha çox beynəlxalq siyasi səbəblər əsasında əsaslandırılıb, erməniləşmə siyasətinə xidmət etdiyini göstərməyə çalışır. Hər bölmənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu kitab bu devri əhatə edən deportasiya kitablarının fərqli olaraq müəllifin bu sahədə daha çox tədqiqatların çox olması, daha çox mənbələrə istinad verməsi və öz tədqiqatında konseptual bir yanaşma ortaya qoyaraq digər tədqiqatlarla müqayisəli təhlil aparması olub ki, bu da elmi metodoloji baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Kitabın elmi dəyərini və eyni zamanda kitabın legitimliyinə çox mühüm təsir göstərir. Əlbəttə, 47-53 deportasiyasının beynəlxalq məhkəmələrə çıxarılması və Azərbaycanlıların tapdalanmış hüquqlarının bərpa edilməsi istiqamətində tarixi mənbələr əsasında hazırlanmış bu qəbildən kitabların hazırlanmasına böyük ehtiyac var və müəllif əslən nüvəddidəndir. Nüvəddi də tarix boyu Azərbaycanlıların deportasiya məruz qaldığı, soyqırıma məruz qaldığı bir ərazi olub və ərazinin çox yaxşı bilməsi, ərazinin tarixi, etnoqrafik, demoqrafik kimliyinə daha hakim olması kitabın daha elmi, daha pratik, eyni zamanda metodoloji olaraq daha üstün müstəh olmasına səbəb olub. Təşəkkür edirəm müəllifə, fəaliyyətində uğurlar arzulayıram. Düşünürəm ki, bu kimi kitablar tərcümə edilib beynəlxalq məkanına çağırılmasından baxımından çox əhəmiyyətli olar. Sağ olun. Daha ciddi şəkildə söz demək istəyən varmı? Yoxsa müəllifi dinləyək. Əzabkeş, əziyyətkeş, bu işi görən, illərdir bu arxivlərdə onun tozunu, torpağı burada, bu sənətləri təmizləyib, sənətləşdirən, təhlil və sizə təqdim eləyək. Buyurun. Yox, oldu da. Öncə hər birinizə əlbəttə ki, o təqdimatı işlət verəcəyinə görə hər birisi salamlayır, sizə təşəkkür edirəm.
təqdimatı keçirdiyimiz bu kitab adından göründüğü kimi Azərbaycanlıların tarixi ərazilərindən deportasiyasının üçüncü mərhələsi kimi tədqiq olunmuşdur. Mən çox uzun danışmadan bununla bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan torpaqları işğal olunduktan sonra ümumiyyətlə, yəni keçmiş Sovet məkanında 20-40-cı illərdə təkcə siyasi partiyalar deyil, bütün xalqlar repressiyaya, deportasiyaya məruz qaldı. Təxminən məlumatlara görə SSR-də deportasiya siyasətinin həyata keçirilməsinin qurbanlarının sayı 3.226.340 nəfər idi. Azərbaycanlıların 1947-50-ci illər deportasiyası da məhz həmin qəbildən idi. Ancaq çox təəssüf olaraq qeyd edir ki, istər 1957-ci ildə, istərsə də 1989-cu ildə ki qərarlarda, Soykabel Mərkəz Komitənin qərarlarında bir çox xalqların köçürülməsinə reabilitasiya verildi. Onların hüquqları bərpa olundu, tarixi yurtlarına qayıtdılar. Ancaq 100 mindən yuxarı Qərbi Azərbaycandan, Ermənistan istəyirdən köçülmüş Azərbaycanlıların, Azərbaycan türklərinin məsələsi gündəmə gəlmədi. Əlbəttə ki, bunun bir səbəbi var. Mən belə fikirləşirəm ki, qərarda, İstəyir Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarında köçülmənin könüllü əsaslarla aparılması məsələsi qoyulmuşdur. Könüllü əsaslarla. Bütün bunun nəticəsidir ki, məhz deportasiya bu mənada könüllü olduğuna görə bu məsələ, yəni o dövrün siyasi və bugünün siyasi ədəbiyyatlarında bu deportasiya kimi yazılmır, köçülmə kimi yazılır. Yəni burada bir məsələ də deyim ki, köçülmə ilə bağlı o qərarın müəyyən hissəsində yer olsa da, yəni bu çox zaman 48-ci ildən başlayaraq o 50-ci illərin ortalarına qədər köçülmənin gedişində bu Azərbaycanlı əhali daha çox bu bəndə istifadə edərək bəzi hallarda köçülmədən yayına bilirdilər. İkinci Dünya Müharibəsi illərində Sovet-Türkiyə münasibətlərində yaranmış Sovet münasibətlər və ortaya erməni kilsəsini, İslamın erməni kilsəsi ilə dızılıq olana görə bu azıq erməni məsələsi ortaya gəlmişdi. Və Azərbaycanlıların həmin vaxtlarda tarixi torpaqlarda köçülməsi məsələsi hələ o gündəmdə deyildi. Ancaq İkinci Dünya Müharibəsinin qutarandan 1947-ci ildən başlayaraq artıq bu məsələ daha çox gündəmə gəlməyə başladı. Belə ki, bəzən bu bir məsələ deyim ki, Mirzəfər Bağırovun həmin illərdə müəyyən məsələlərlə bu xüsusən Azərbaycanlıların köçülməsi ilə bağlı məsələni ortaya gətirməsi ermənilərin repatriasiyasında, ermənilərin qarşıdan köçülüb gətirilən ermənilərin yerləşdirilməsində həlledici rol oynadı. Belə ki, hələ 1945-ci ilin noyabr 20-də SSR Xalq Qurultayları Soveti xarici ölkələrdə yaşayan 130 min erməninin Ermənistana repatriasiyası haqqında qərar qəbul etmişdir. Bir kəlmə repatriasiya haqqında deyim ki, bu repatriasiya ermənilər bu termindən həmişə daha çox istifadə eləmişlər. Halbuki həmin dövrdə repatriasiya müxtəlif mərhələlərdə ermənilər 30-cu illərdən başlayaraq bu proses bütün yəni son 88-ci il hadisələrine qədər bu mərhələ bu repatriasiya həyata keçirdi. Qarşılan ermənilər Azərbaycanlılar qovulurdu, onun yerinə qarşılan ermənilər gətirilib yerləşdirilirdi. Belə ki 1945-ci il qərarına görə xaricdən hətta 350-400 min erməninin gətirilməsi nəzərdə tutulmuşdur. Yəni bunların yerləşdirilməsi məsələsinə gəlincə içədəsim. Yəni SSR-in Türkiyə qarşı ərazi iddiası vardı. Hətta Şərqi Anadolu adlanan ərazinin ermənilərə aidiyyatı olması vardı. Ermənilər iddia qaldı ki, o bizim ərazilərdir və orada hal-hazırda adam yaşamır və biz oraya qayıtmalıyıq. Yəni Sovetlərin də planı buydu ki, gələcək həmin ermənilər
Ermənistan'da yerləşdirəndən sonra o torpaqlar alınacaq və ermənilər tarixi torpaqlarında, yəni köçüklük yaşayacaqlar. Bir də bir məsələn deyim ki, 1947-ci illərdə SSR xüsusi xarici ölkələrdən SSR xüsusi xidmət orqanları və erməni mütərəqqi erməni təşkilatları tərəfindən inandırılaraq Ermənistana gətirilmiş repatriat ermənilər geri qayıtmağa başlayırdı. Artıq əhatə Sovet hökuməti bunlara belə bir ki, xaricdən gətirən ermənilər arasında bir təbliğat aparmışdı ki, güya Sovet hökuməti hər şey rəvan gedir, hamı yaxşı yaşayır, hətta qanundan süd axır, belə demək mümkünsə. Cəmaat bura gələndən sonra erməni cəmaatı, erməni millət, bunlar heç millət də demək olmur, mən cəmaat daha yaxşıdır, bu fasada bir şey, cəmaatı görür. Kütlə, erməni kütləsi, sonradan bu gələnlər başladılar ölkəni geri qayıtmağa. Yəni artıq tərk eləməyə başlamışlar, Bunlar geri qayıdan, hətta onlar sərhəd pozuculuğu, sərhədin tez-tez pozulması halları mütəmadi sürətdə baş verir bunlar tərəfindən. Hətta inzibati tədbirlərə baxmayaraq, bu proses geçdi, artıq ermənilər xaricə qayıtmağa başlamışdı. Mənim dövrdə də. Yəni onlar geriyə qayıtmağın bir səbəbi kimi, xarici ölkələrə qayıtmağın bir səbəbi də sosial-iqtisadi məsələləri önə çəkildi. Hətta bunu Ermənistan rəhbərləri bu məsələni ortaya gətirir, mərkəzi hökumət qarşısında tez-tez bu repatriatların sosial-iqtisadi məsələləri və mənzil problemini önə çəkir. SSR Nazirə Sövdə Stalin, Sovetlərin Türkiyə bağlı ərazi tərəflərinin uyğunsuzluğu və erməni repatriatlarının qarşı atdığı mənzil və digər problemi əldə etmək üçün daha real vəziyyət axtarmağa məcbur olur. Elə ki, ermənilər xaricə qayıdan ermənilər daşlarımızın başqa olmaqla qərb dövlətlərinin böyük siyasəti nəticəsində artıq Sovetlərə qarşı əks təbliğat aparmağa başlayırlar. Belə bir vəziyyətdə, yəni Yosif Stalinin real fəaliyyətlər axtarmağa başladığı bir vaxtda Mirzəfər Bağırov Ermənistandan Azərbaycanların köçürülməsi təşəbbüsü ilə çıxır. O əvvəlcə bu məsələni Haqqınovlar azlaşdıqdan sonra Stalinlə görüşür. Bu məsələni onunla müzakirə edir. Mirzəfər Bağırov bu türkü təşəbbüsü Azərbaycan və Ermənistan rəhbərlərinin bununla bağlı öz aralarında razılaşması və Stalin üçün göydən düşmə olur. Nə həm Haqqınovlar üçün, həm Stalin üçün. Stalin Azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında belə deyil, rəsmi qərarda verəsin, departasiya edəsində tez-tələsik qərar gelir. Yəni, birinci qərarına baxdıqda qərar çox girişli, icazsız, tələsik hazırlandığı aşkar duyulur. Aşkar duyulur orada. Ancaq ikinci qərarda 1948-ci il 10 mart tarixi qərarında, yəni köçürmə ilə bağlı daha detallı məlumatlar, əlavə tədbirlər haqqında ikinci bir qərar qəbul edilir. Bağırovun bu məsələdə təşəbbüsdə bulunması SSR-in Azərbaycanla bağlı qəbul etdiyi 4-cü 5-ci planla bağlıdır. 1900 SSR-in SSR Xalq Komissarlar Soveti 1946-50-ci illərdə Azərbaycanda xalq təsərrüfatının bərpası və Kür Araz ovalının inkişaf etdirilməsi məqsədilə 1945-ci ilin 20 oktyabrında 22-64 sayılı Azərbaycan SSR-də Kür Araz ovalının suvarma sistemlərinin və kənd təsərrüfatının suvarılan torpaqlarının tikintisi üzrə tədbirlər haqqında qərar qəbul etmişdir. Bu mühüm dövlət tapşırığını həyata keçirmək məqsədilə Azərbaycan Qeyri Mərkəzi Qrupda və Xalq Komissarlar Soveti öz növbəsində 1945-ci ilin 13 noyabr tarixində Kür Araz ovalının yenidən qurulması ilə əlaqədar əlavə kompleks tədbirlər haqqında qərar qəbul etmişdir. Mirzəfər Bağırov Ermənistan içində yaşayan Azərbaycanlı əhaliyə potensial işçi güvəçi kimi baxır. Kür Araz ovalında işçiyə olan ehtiyatı Ermənistandan köçürüləcək Azərbaycanlı köçürmə hesabını əldə etmək istəyir. Burada bir məsələdir, deyim ki, bu məsələ Azərbaycan Milli Arxivində o dövrü saxlanılan bir sənədində var. Yəni, Zot Kənd Sovetinin sərdi Bala Hacıyevin Bağırovla görüşündə bu məsələlərə çox aydınlıq gətirir. Deyir ki, mən Mirzəfər Bağırovla biz görüşəndə Dalım Sovetin tapşırığının əsasında.
Biz görüşəndə de Mihter Bağırov Ermənistan'da yaşayan Azərbaycanlılar de gəldi bizimle səmimi görüşdük. Biz yine oturdu stolda. Yani biz belgeni öz stolunda, kreslosunda oturdu bizim yanımızda bize dedi ki bəs vəziyyət belədir. Ermənistan'da adamlar dedi yaşayır, biz biraz götürülenden sonra söhbət edəndən sonra səmimi söhbət sonra. Dedi ki bu mesele 3 yıl idi ki məni narahat eləyirdi. Mən deyib bu məsələni Moskvada, sanatoriyada olanda Arifyonovla müzakirə etdim. Arifyonov bu məsələni demək istədi. Stalin demək istədi. Neyse sonra demədi. Sonra mən dedim və Stalin qərarı imzaladı. İnsan buna razılıq verir. Yani bu farklı, yani milli ahimdə də Bala Hacıyevin xatirələri var. Yani kimsə istəyir, götürüb geçebilir. Yani burada sonra Stalin'le birlikte Arifyonov birlikte mektubla müracaat edirlər. Müracaat edildi belə bir qərar qəbul olunur. Əlbəttə ki, qərar qəbul olunandan sonra Azərbaycanlılar əslində Ermənistan'a köçmək istəmirdilər. Yani bu Koren Grigoryan'ın 3 May 1948 tarihli Mihter Bağırov'un olmuş araçta yazıldı ki Azerbaycanlılar öz yaşadıkları yerini terk etmek istemiyorlar. Yani bu karardan sonra Azerbaycanlılar Kürtleri şekilde Malqala ile birlikte yığılır vagonlara doldurur, Kürara dolarına yöneldi. Bəzən görürük ki, cəmaatı həftələrlə, aylarla, günlük həftələrlə, aylarla vagonlar boşaltılmır. Yani İsfatın tədiqi nəticəsində o proses həyata keçirir. Kötülür, yani kötülürler. Cəmaatın gelişmək için hiçbir şey yoktur. Hiçbir şey lazım, məişət qayğılarının qayğısı belə olmamışdır. Yani mən artıq sənədlərini işləyəndə her yerde yazılaşır, onlara torpaq sahası veriliyor. Sonra gelip yoklama, Azərbaycan Mərkəz Komitəsinin yoklama gelip alışır, görüp ki bunlara torpaq da verilmiş. Yani Mihter Bağırov'u da, hükümeti de bunlar aldadır. Yani yerin məmurlar. Yani Sovyet devlet mekanizmi belə işləyirdi Azərbaycan'da. Burada başka bir mesele de herhalde köçkünler. Bir de mesela deyim köçkünler ev şəraiti olmadığına göre tövlelerde yerleştirilmiştir. Bəzən elə oldu ki, tövlədə heyvanlarla birlikte gecələyirlər. Yani bu proses sonra yani bu cəmaatın başında olmanın əziyyətləri, məhrumiyyətləri gəldi. Sonra bu cəmaat geri qayıtmaya başladı 51-ci başladı. Olaraq Stalin ölümündə bu sürətləndir. Yani bunun nəticəsində 10.241 nəfər Azərbaycana köçülmüş, köçkün yeniden öz doğma torpaqlarına qayıtmışdır. Bu 1980 oldu, sağ olun, teşekkür ederim. Əziz həmkarlar, yorulmadınız gəli dostlar. Biraz təqdimat mərasimi çıxdı, hətta bu müzakirə predmetinə çevrildi. Lap gözəl, ciddi şəkildə, yəni sualı olan, müəllifə bir fikir olan yoxdursa, icazənizlə yekunlaşdıraq. Teşekkür. Bir gözəl gün yaşadı. Bütün çətinliklərə baxmayaraq biz gələndə müəyyən problemlər yaşadık. Mən zala girəndə, bu zalı dolu şəkildə, hamının burada gözləməyini, bu kitabın təqdimatına gəlmək məndə çox yüksək əhval-ruhiyyə yarattı ki, yəni biz artıq başa düşürük ki, bizim nicatımız hardadır, biz nə etməliyik, nələr etməliyik. Bizim alimlər, tədqiqatçılar, mütəxəssislər nəsə araşdırırlar, tapırlar, əziyyət şəkildə kitab yazırlar. Biz de onun müzakirəsində iştirak edirik, fikir görüşürük. Bütün bunların hamısı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin elan etdiyi kimi Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəyərli bir töhfədir. Biri siyasətindən siyasətçidir, biri tədqiqatçıdır, tədqiqatıyla hər kəs öz işinlə bir töhfə verməlidir bu işə. Və Əsəd müəllim də bugün çox dəyərli bir töhfə verir. Təbii ki, hər bir əsərdə müəyyən qüsurlar ola bilər. Mən özüm, yəni özüm haqqında məlumat dedim. Mən Azərbaycanda yeganə tarixçiyəm, sırf tarix bazasında yeganə adam ki, Qərb Azərbaycan nəfsini öyrənirəm.
Yəni silsilə kitablarım da var. Yəni indi Ermənistan etnik təminatı siyasət adlı da kitabının nəşriyyatdadır. İnşallah burada təqdimatına yığışacaq onun da. Yəni başqa bu silsilədə kitablarım. Əsas məqlulat maşallah hamısı internetə gəlməmişdə qabaq internetə baxdı. Sizin haqqınızda var, kifayət qədər məlumatı var. Və bu kitabsa şey bozulur yani belə olmalı. Şimdi siz danışdınız tutarda, ondan sonra cəmaat da yorulur da. Biz yani hamımız birbirimize hürmet ediyoruz. Biz hamımız iş adamıyız. Ama iş adamıyım, işe gelecek, bundan sonra iclasa gelecek. Ben 3. bir iclasa gitmem. Yoldaşlar, yani yekunlaşdırılan meskelimiz ondan ibarətdir. Bu əsəri də mən Qərbi Azərbaycana sülh şəraitində, təhlükəsiz şəraitdə, ləyəkli şəkildə qayıtma konsepsiyası ki var. Bu konsepsiya dəyərli bir töhfə hesab edirəm və hesab edirəm ki, Əsəd müəllim bundan sonra da öz tədqiqatlarını davam etdirəcək və bu İnzibati binada inşallah Əsəd müəllimin yeni kitablarını təqdim etmək, müzakirə etmək məqsədi ilə bir daha sizdən ayrılıq gələn görüşləriniz. Əsəd